Bundan sonra demək olar ki, heç kəsə 5 illik iş icazəsi verilməyəcək. İş icazələrinin müddəti 5 ildən 18 aya qədər endirildi. İlk öncə gəlin onu deyim ki, bu iş icazələri kimlərə verilirdi? Misal üçün, turistik gəlib və yaxud da hər hansı bir viza ilə gəlib bu ölkədə sığınmaya müraciət edib iş icazəsi alanlar və yaxud da Meksikadan digər yollarla gəlib ölkədə sığınmaya müraciət edən şəxslər. Bura green kartlılar daxil deyil, yəni green kartların bir iş icazə almağı və yaxud da nəyəsə bir ehtiyacı yox idi. Rahatca işləyə bilirdilər. 2023-cü ildə də belə bir şey var idi. Yəni Biden dönəmində iş icazələrinin müddəti 1 il, 2 il olurdu. Bunu 5 ilə qaldırdılar ki, bəs miqrantlar hər dəfə artıq ödəniş eləməsinlər, hər dəfə müraciət eləməsinlər. Elə 5 il ver, 5 ildən bir gəlsinlər, iş icazələrini alıb öz işlərində olsunlar. Trump dedi ki, yox qardaş, elə şey yoxdur. Kassaya pul girsin, hər 18 aydan bir gətirin dövlətin rüsumunu ödəyin, iş icazənizin, alın, gedin, işləyin. Yəni, qısacası 5 dekabr 2025 tarixindən qərar qüvvəyə mindi və siz 18 aylıq iş icazələri ala biləcəksiniz. Kimlərə təsir eləyir? İlk növbədə 5 dekabrdan sonra müraciət edənlərə və prosesdə olan şəxslərə. Yəni, misal üçün 2 aydır, 3 aydır müraciət eləmişdi və iş icazəsi gözləyirdi. Gözləyirdi ki, 5 illik gələcək, amma elə olmayacaq. 18 aylıq iş icazələri veriləcək. Onu da qeyd eləməliyəm ki, əgər 18 aylıq iş icazəniz olsa, 3-4 ay qabaqcadan yeni iş icazəsinə müraciət edin. Çünki gözləmə müddəti daha çox ola bilər. Yəni, o birisi bitmədən yeni iş icazəsinə müraciət eləmək olur. Gələcəkdə elə bilmirik nələr gözləyəcək. Ona görə möhkəm qalın, sağlam qalın, özünüzdən müğayət olun. Kanala da abunə olmağı unutmayın. Hələlik.